komanda bir qəza yaşadı, Kəpəz məğlubiyyəti. Nələr baş verdi, nələr yaşandı? Komanda ikinci heyətlə meydana çıxdı. Daha çox Liverpoolu düşündü. Ehtiyatlı oyunu seçdi, amma bunun fonunda yenə məğlubiyyət hardasa bir mənalı qarşılanmadı. Deməzdim daha çox Liverpoolu düşündü. İstəyirsən gəl məsələyə iki tərəfli baxaq. Çünki Liverpool cəbhəsində də belə deyək də məlumatlar var. Bəli. Birinci başlayaq Qarabağın Kəpəzlə oyunundan. Sözün açığı bu oyundan sonra hansı ki belə deyək də Qarabağın Ayntraxtı məğlub eləyib, sonra belə deyək Azərbaycan çempionatının hal-hazırda outsider mövqe tutan komandalarından biri, yəni Kəpəzə uduzması sözün açığı yəni hər kəsi şoka saldı, açıq deyək. Amma məncə burada əsas məsələ biz nəyi gördük? Mənim şəxsi fikrimdir. O Qarabağın ehtiyat qüvvəsi belə artıq Azərbaycan çempionatının, amma burada əsla və əsla Kəpəzin qazandığı qələbəni belə deyək də kiçiltmək olmaz ha. Yəni Kəpəz komandası çox gözəl müdafiə olundu, çox gözəl belə deyək də lazım olan nə idisə o oyunla bağlı futbolçular və komandanın baş məşqçisi Azər Bağırov onun 100%'lik belə də yerinə yetirdi. Sadəcə olaraq o futbolçuların o hansı ki o ehtiyat qüvvənin az oyun praktikasının olduğu bu oyunda aşkar görsəndi. Bu birinci məsələ. İkinci məsələ məncə futbolçular o qələbənin gətirdiyi o inanılmaz sevincdən hələ də belə deyək də ola bilsin ki biraz arxayınlıqdan gec ayıldılar, artıq gec idi ayılanda. Amma yenə də deyirəm, o çempionatımızda Qarabağın elə bir psixoloji üstünlüyü var ki, yəni xal fərqi belə 10'a 12'ye yüksəlməsə, o Qarabağ hər zaman psixoloji üstünlükdə liderdir. Yəni bunu mütləq şəkildə qeyd eləməliyik. Mütləq şəkildə. Yəni 4 xal ciddi fərq deyil. Yəni 4 xal məndə ciddi fərq deyil, amma unutmayaq ki, Sabahın da oyun olaraq üstünlüyü çoxdur.